Bu arada belə bir dənə salatım var. Belaya daça salat polia, rukula radiço frisi yazılıb. O orada bişənə kimi uşaqları salat da eləyim. Sonra keçim xəmirə. Bunu yuyum. Evlat otur da, otur da. Evlat otur da. Bugün də elədimi? Daha belə salatlar içədən zakaz eləyirəm. Samakatdan. Çox dadlı olur da yəni. Hər gün uşaqlara belə salat eləyirəm. Əvvəl yayında açırdım. Yayın canlıda göstərirdim. İncidir mi orada? Dedim daha yayında heç nə bişirmərəm. Elə bişirərəm belə. Belə videolar çəkərəm, sizə paylaşarım. Nə bilim, dəyər yox deyə, dəyər canlı efir aça, Allah haqqı, dəyər yoxdur. Valla bunu ruslar üçün eləsəm, nələr yazarlar mənə. Düzdür, bizimkiləri bəziləri çıxmaya şərti ilə, bəzilər mənə yaxşı yazır. Başqa ölkənin üçün bişirsən var, nələr deyərlər. Amma bizimkilər heyf, bizimkilər ancaq lağ eləyirlər, ancaq nə bilim, insanın ürəyini görmürlər, mənə ürəyimi görmürlər. Demirlər ki, bu qız nə olur olsun, bu qız paxıl deyil. O pis yazanlara demək istəyirəm, görsünüz mənə nə qədər adam sevir, görsünüz nə qədər izləyicim var. Yəni, mən pis olsam, mənə bu qədər adam sevər. Yox, düzdür. Nə bilim, deyir, hamıya yazırlar, bir dənə mənə yazmırlar, hamıya yazırlar. Prosto nə bilim. Kuru nana düz. Sonra istiyordu. Biraz istiyordu. Sonra ne? Yok. Çok tatlı salatalar beğendi. Şu, gel buraya, gel dadına bak. Gel. Gel hayatım, gel. Dadına bak. Dadına bak. Uş. Uş. Hep soyuşku.